Bakının Binəqədi rayonu ərazisində bir neçə nəfərin sürücünü döyməsinin bəzi detalları məlum olub. Doğru Xəbər Azərbaycan Müsavat Komissiyasından xəbər verir ki, döyülən şəxs təqsirləndirilənlərdən birinin xanımına sataşıb. Buna görə də aralarında mübahisə düşüb. Mübahisə zamanı döyülən şəxs avtomobillə onunla söhbətə gələnlərin avtomobilini vuraraq qaçıb. Təqsirləndirilən şəxslər onun arxasınca düşərək tıxacda saxlaya biliblər. Aqressivləşən şəxslər sürücünü döyməyə başlayıb. Əldə etdiyimiz ilkin məlumata görə döyülən şəxs TikTok istifadəçisi olub və sosial şəbəkə vasitəsilə həmin şəxslərdən birinin xanımına mesaj yazıb. Xatırladaq ki, hadisəyə görə 3 nəfər Natiq Mustafa Kamalov, Vahid Cavadov və Nazim Rəhmanov məsuliyyətə cəlb ediliblər. Onlar barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı qəti imkan tədbiri seçilib. Qeyd edək ki, məsuliyyətə cəlb edilənlər ticarətlə məşğul olurlar və onlar daha əvvəl cinayət məsuliyyətinə cəlb edilməyiblər.